Salam aleyküm, hər vaxtınız xeyir olsun əziz izləyicilər. Bugün mayının 7-si 2025-ci il. Mən Ucar rayon Könüllü İctimai Nəzarət Təşkilatının sədri olaraq Ucar rayon Bəxtiyar Vahabzadə küçəsində çəkiliş aparıram. Əvvəlki çəkilişlərimizdən də məlumdur ki, biz Ucar rayon Kommunal Müəssisələr Kombinatının rəhbərliyindən xahiş eləmişdik, bir təklif vermişdik ki, insanların məişət tullantılarını atmaqdan ötürü düzəldilmiş, yaradılmış belə yerlərə qapılar qoyulsun ki, həmin bu ərazidə və yaxud digər başqa belə olan, yəni məişət tullantıları üçün ayrılmış ərazilərdə sahibsiz küçə malqara zibilləri daşıyıb ətrafa tökürdülər, küçələri zibilləyirdilər, yəni antisanitari yaradırdılar. Buna görə biz öz təklifimizi vermişdik və çox sağ olsun Ucar rayon Kommunal Müəssisələr Kombinatının rəhbərliyi təklifimizi dəyərləndirdi və belə bir iş görüblər. İnanıram ki, artıq həmin bu hissə bura təmiz qalacaq və mən bu çəkilişimlə Ucar rayon sakinlərinə müraciət etmək istəyirəm ki, əziz rayon sakinləri, söhbət tək bu həmin bu ərazidən getmir. Ümumiyyətlə rayonumuzdan gedir söhbət ki, Ucar naminə, rayonumuzun inkişafı naminə gəlin bir olaq, gəlin rayonumuzu təmiz saxlayaq. Mən dəfələrlə burada çəkilişlər eləyən vaxtı düzdür, həmin kadrları efirə verməmişəm, amma çəkiliş eləyən vaxtlar dəfələrlə mənə rast gəlib ki, insanlar gəlirlər buradan zibillərini atan vaxtı, maşından zibilini tullayır, heç zibil də içəri düşmür və yaxud da gəlir, çatır, həmin bu əraziyə çatır, 2 addım qabağa getmir, elə buradan zibilini tullayır, içəri çıxır, gedir. Yəni, belə hallara xahiş edirəm, yol verməyək, çünki hər şey, belə deyək, aidiyyatı qurumlardan, dövlət qurumlarından asılıdır. Bizim özümüz də bu işlərdə maraqlı olmalıyıq. Biz özümüz də rayonumuzu təmiz saxlamalıyıq. Çünki biz əgər bu işlərdə maraqlı olmasaq, heç kim gəlib bizdən ötürü burada yaxşı işlər görməyəcək. Ona görə hər birinizdən xahiş edirəm ki, bax bu məsələni nəzərinizə saxlayasınız, diqqətli olasınız. Hər birimiz ictimai nəzarətçi olmalıyıq. Bir-birimizə nəzarət eləməliyik. Görəndə ki, əgər belə hallar baş verir, bir-birimizə yaxşı şəkildə irad tutmalıyıq, başa salmalıyıq ki, yəni belə hallara yol verməyək. İnanın ki, ictimai nəzarət və vətəndaş təşəbbüsü ilə birlikdə rayonumuzun gələcəyi, rayonumuzun inkişafı günü-gündən gözəlləşəcək, günü-gündən yaxşı olacaq və biz də təmənnasız olaraq fəaliyyətimizi davam elətdiririk. İnşallah inanırıq ki, sizlərlə birlikdə, sizin dəstəyinizlə birlikdə həmin bizim bu rayonumuzda, bizim vətənimizdə, elimizdə, obamızda inşallah gözəl günlər, gözəl inkişaf bizləri gözləyir. Çox sağ olun, hər birinizə təşəkkür edirəm. Ucar rayon Könüllü İctimai Nəzarət Təşkilatının sədri Məmmədov İlkin.